Türkiyədə yeni evlənən gənclər üçün maddi dəstək mexanizmi tətbiq ediləcəyi açıqlanıb. Belə ki, 18-35 yaş aralığında olan, gəliri minimum əmək haqqından artıq olmayan gənclərə evlilik məqsədi ilə 500 min lira, təxminən 19 min AZN məbləğində maliyyə yardımı göstəriləcək. Bu yardımın bir dəfəlik və ya güzəştli şərtlərlə verilməsi nəzərdə tutulur. Bəs oxşar sosial dəstək mexanizmi Azərbaycanda da tətbiq edilə bilərmi? Yeni Sabah məlumat verir ki, mövzu ilə bağlı konkret nöqtə-aza açıqlama verən iqtisadçı Natiq Cəfərli qeyd edib ki, bir çox ölkələrdə gənc ailələrin dəstəklənməsi məqsədi ilə bu tip praktikalar mövcuddur. Hazırda Azərbaycanda yeni evlənən gənclərə birdəfəlik yardım və ya faizsiz kredit verilməsi ilə bağlı konkret qanun layihəsi, rəsmi təklif və ya geniş ictimai müzakirə yoxdur. İqtisadçı əlavə edib ki, Milli Məclisin bu ilin ilk yarımilliyi üçün qanunvericilik planında müxtəlif layihələr yer alsa da, gənc ailələrin birbaşa maliyyə dəstəyi ilə bağlı ayrıca qanun təşəbbüsü nəzərdə tutulmayıb. Bununla belə, bu məsələ ətrafında müzakirələrin aparılmasına ehtiyac var. Sosial-iqtisadi vəziyyət, gənclərin maddi çətinlikləri nəzərə alınarsa, gələcəkdə Azərbaycanda da oxşar addımların atılması zəruri ola bilər, deyə Natiq Cəfərli bildirib. Əlavə edək ki, ekspertlər gənc ailələrə göstərilən maliyyə dəstəyinin demoqrafik vəziyyətə, sosial rifaha və ailə institutunun möhkəmlənməsinə müsbət təsir göstərə biləcəyini bildirirlər.